paylaştık. İşinizə də burada. Çox sağ olun. Sağ olun. Son yaxşı olur. Asma Tiyatrosu 1960-cı ildə fəaliyyət göstərir. O dövrdən bu dövrə olan sənətçiliyi əsərləri iş alanında. İndi bu ümumilikdə nə qədər əməkdaşımız var? Bizim 17 əməkdaşımız var Asma Tiyatrosu. Bunlar o sənətlər. Bəli, o dövrdən 2015-ci ildə fəaliyyət alınır. Yəni o dövrü və ondan əvvəlki dövrün afişaları. İndiyə nə qədər olur tamaşamız? Haradasa 50-dən yuxarı tamaşalar var. Şah tamaşalarına verilir burada. Şahidət, şəhid, buna baxmış. Bəli, bunda da siz iştirak bu yerli yazar. Xalq tiyatrının neçə illərdə fərqli fərmanlara nail oldu, fərqli fərmanlara kazandığı fərqli fərmanlardır. Bu kubok 37 xalq tiyatro arasında Asma Xalq Tiyatrosu birinci yerə çıxır. Onu tiyatroda verəcək. İnsan Üniversitesi. Birinci sınıf üniversitenin talebesiyim. Qəbul Hal-hazırda. Lisans kursda oxuyursun? İkinci. Uğurlar. Çok sağ olun. Uğurlar arzulayıram. İnşallah inanırıq ki, yaşar təhsil alır. Rayonumuzun bu mədəniyyət sahəsində qatkılarımız olur. Uğurlar. Çok sağ olun. Mən götürüm, yoxsa verim. Hoş gördük her birinizi. Bugün 10 Mart Milli Tiyatro Günü'dür.
Milli Teatrımızın 152, Xaçmaz Xalq Teatrının 10 yaşı tamam olub. 1873-cü il martın 10-da görkəmli maarifçi Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgərağa Göraninin təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin Lənkəran xanım vəziri əsəri Bakı Real Məktəbi şagirdlərinin iştirakı ilə Nəciblər Klubunda oynadıldı və o gündən Azərbaycan Peşəkar Teatrının əsası qoyuldu. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olmuşdur. Azərbaycan Milli Teatrının yaranmasından 152 il ötür. Ötən 152 il ərzində Milli Teatrın inkişafında fədakarcasına yaşayıb yaratmış insanların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət karifeyləri xatırlanır. Onların təcrübəsindən qoyub getdikləri mənəvi hisslər öyrənilir. Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması, xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm yer tutmuşdur. Bugün müasir mədəniyyət və incəsənətimizin inkişafında teatrımızda əhəmiyyətli rol oynayır. Milli mədəni irsimizin tanıdılmasında xalq teatrlarımızın da payı var. Bu teatrlardan biri də Xaçmaz Xalq Teatrıdır. Xaçmazın teatr tarixi 1960-cı illərdən başlayır. Kollektiv həvəskar aktyorlardan ibarət olaraq teatr texnikumunun məzunları Ramiz Abbasov və Kəlbi Mehdiyevin rəhbərliyi ilə kiçik həcmli səhnəciklərlə, monoloqlarla fəaliyyətini başlamışdır. 1966-cı ildə Süleyman Sani Axundovun Laçın yuvası, Cəlil Məmmədquluzadənin Dəli Yığıncanı, İlyas Əfəndiyevin Mahnı Dağlarda qaldı, Səməd Vurğunun Vaqif dramı, Sabit Rəhmanın Xoşbəxtlər, 1976-cı ildən Əkrəm Əliyevin quruluşunda İlyas Əfəndiyevin Məhv olmuş gündəliklər, Rauf İsmailovun İki həyat, Süleyman Rüstəmin Durna, Şıxəli Qurbanovun Əcəb işə düşdük, Bəxtiyar Vahabzadənin Kimdir haqlı, Altay Məmmədovun Kişilər, Yadındamı və digər dramaturqların əsərlərini səhnələşdirdi. 1990-cı illərdə Respublikamızda gedən hadisələr teatrımıza da təsirini göstərmişdi. Teatrın 150 illiyinə həsr olunmuş Mirzə Fətəli Axundzadənin Lənkəran xanının vəziri, narkomaniya ilə mübarizəyə həsr olunmuş Nəzər Mirzəyevin Fəlakət konfetləri və bugün sizlərə təqdim edəcəyimiz Həyata Dönüş piyesini səhnələşdirmişdir. Əziz Xaçmaz Xalq Teatrının kollektivi və dəyərli dostum İlham Tağzadə. Bu günləri sizin 10 yaşınızdan bərabər həm də 10 Mart Milli Teatr günüdür. Xalq Teatrları Festivalı arasında Xaçmaz Xalq Teatrı birinci yeri qazandı. Bax, buna görə də fəxr edirəm, həm bir xaçmazlı kimi, həm bir sənət adamı olaraq. Bu günləri, bu sevinci sizlərlə bölüşə bilmədim, amma özümə borc bildim ki, bu öz təbriklərimi sizə göndərim. Mən həm də fürsətdən istifadə edib Xaçmaz İcra Hakimiyyətinin başçısı Elnur Rızayev cənablarına mən dərin təşəkkürümü bildirirəm. Çünki mən dəfələrlə İlhamla görüşəndə İlham Elnur müəllimin teatra olan qayğısından, isti münasibətindən ağız dolusu danışır. Öz çalışdığım teatrın kollektivi adından İlham başda olmaqla, Aqil müəllim başda olmaqla hər birinizi ürəkdən təbrik edir. Hər birinizə yaradıcılıq uğurları arzu edirəm. Bayramınız mübarək olsun. Özləri minnətdarımı bildirirəm ki, bu günləri bizimlə bu sevincli günü bölüşürsünüz. Mən ilk növbədə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı cənab Elnur müəllimə minnətdarımı bildirirəm. Öz adımdan, kollektivimiz adından ki, o həmişə bizə dəstək olub, bizim qayğılarımızla maraqlanıb, həmişə yanımızda olub və özümüzü xoşbəxt hiss edirik ki, bugün də sizinlə bir yerdə bizim
ətrafımızda, siz bizim yanımızdasınız. Çox sağ olun, hər şeyə görə minnətdarlığımızı bildiririk. Və bu illər ərzində biz çox keşməkeşli yollarla keçmişik, zəhmət çəkmişik və zəhmətimizin bəhrəsini də bunu şükür Allah ki, sizlərlə bir yerdə görürük. Və bu illər ərzində də oradan da bizə dəstək olan bütün Xaçmazlara, Xaçmazların idarə müəssisə təşkilat rəhbərlərinə, rayon ictimaiyyətinə, bütün tamaşaçılarımıza minnətdarlığımı bildirirəm. Bir daha minnətdarlığımızı bildiririk. Çox sağ olun, var olun. Çox sağ olun ki, bugün bizim yanımızdasınız. Minnətdarım. Hörmətli tamaşaçılar, insan həyatını arzularsız, məqsədsiz təsəvvür etmək mümkün deyil. Bu isə ən çox gənclərə, xalqımızın yetişməkdə olan nümayəndələrinə aiddir. Lakin bəzən arzuların, diləklərin yoluna elə səddlər çəkilir ki, onları aşmaq çox çətin olur. Nəysə, indi də gəlin bu mövzu barədə kiçik bir tamaşaya baxaq. Düşməndə tələb olacağım, ali məktəbdə oxuyacağım. Həyəcandan nəfəsim kesilir, ürəyim yerindən çıxır. Sizə nə deyim? Bilirsiniz ki, artıq bizim üçün məktəb illəri qurtardı. Biz bir də bir yerdə olmayacaq. Gör nə illərdir çəkib səni, ay Elçin. Yerdə bir dəfə məktəbə yetişardı uşaqlarla. Hə, necə fikirdir? Mən razı, lap əla. Salam uşaqlar, hoş geldiniz sizi. Mənim gözəl balalarım, necəsiz? Yaxşısınız. Keyfiniz, halınız, əhvalınız. Biz yaxşıyıq, siz necəsiniz? Mən yaxşıyam. Dərsləriniz Yaxşısınız. hazırlaşırsınız. Mənim gözəl balalarım, mənim tərsinlərim. Yaxşı, mehbarı gözümə dəymir, mehbarı hanı? Xanım qız müəllimə, Bəli. səhər biz danışanda dedi ki, xəstələnib. Bir saata gələcək, amma elə gəlməyib. Gedək görü qızım olur bə. Görək baxam mən, görək. Gəl. Gəlir, güzel. Ne olur bana? Ay kızım, ne hadise baş ver bakın. Kızım, ne oldu? Allah sen sakla. Uşaqlar, bir baxın. Mehpare, sen ne vaxt nişanlandın baba? Bu nədir? Elə bu gün atam məcbur elədi. Məni xaricdə yaşayan 40 yaşlı oğlan nişanladılar. Bir neçə aydan sonra da toyumuz olacaq. Bu dəhşət. Bu dəhşət. Axı bizim bu camaat ne vaxt bu cehalet? Ne vaxt? Özü de seni gökçeme nişanlayırlar. Öz doğuma, əmin oğluna, qan qohumuna. Bu ki bədbəxtçilikdir ay bala. En azından insafsızlıqdır. Can ay bala, can. Vay 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 vay. Eşit bu ne zaman? Mehpare, Bu ne zaman? axı mənim, sənin, bizim xəyallarımız var idi. İkimiz də bir yerdə universitetə girəcəkdik, universitet oxuyacaqdıq, sonra oranı bitirəcəkdik, işləyəcəkdik, sonra... Ruhdan düşmüyor. Sonra heç nə. Ruhdan düşmüyor. Ağlamakla hiç ne elde etmek yok. Bir de hayat mübarizler sürüyor. Mübarizleri mehpare tek değil ki. Mehpare kimi nice gençlerimiz, nice gençlerimizin hayatı
işgəncəyə məruz qalır. Mən nə deyim? Buna son qoymaq lazımdır müəllimə, belə şey olmur. Əlbət ki, buna son qoymaq lazımdır. Son! Buna son qoymaq lazımdır. Mehpare! Mehpare! Buna bax sən, mən buna atlamaya qoymayacağım. Harada itib batmışam, hə? De görüm, harada itib batmışam? Ata, Ata. mən oxumaq istəyirəm. Ərə getmək istəmirəm. Necə? Necə? Oxumaq. Axı kimə lazımdır sənin oxumağın? Buna bax sən, ağlı bir baş var. Bax gör sənin necə də var dövlətli bir nişanlın var. Oxumaq. Buna bax sən. Müəllimə, siz də bəstirin də. Bəstirin bu boş-boş şeylərlə bu uşaqların başını doldursunuz da. Oxumaq, işləmək, nə bilir, nələr. Bəstirin də ay müəllimə də. Qız mənimdir. Oxutmuram, özüm bilərəm. Oğlumu oxumuşam, bəsdir. Qız oxumasa da olar. Ay kişi, bu nə biabırçılığı çıxarırsan? Hamın oğul uşağı oxumağa gedir, savada alır, iş gücüyə sorur. Sənsə öz doğma balanı istəmədiyi adama ərə vermək istəyirsən. Bədbəxt edirsən onu. Heç başa düşürsən sən nə edirsən? Sən də nə danışırsan burada? Bədbəxt edirsən, deyirsən. Sənin yoxsa haqsabını verərəm. Çox danışma. Bravo. Qız nədir? Nədir qız? Oxumaq nədir? Otursun evində işində. Başbaltar qısın, korek pişirsin. De görün mənə, azdır məyər evdə iş? Hə? Azdır? Bir dənə onu bizlər. Ayata, bu sıra ne oldu? Bəsdir də ayata da. Elə məni də oxumağa qoymurdun. Deyirdin ki, sən təhsil almağa getsən, malqaraya kim baxacaq? Ne yaxşı ki, razılar baxacaq. Oxudum, təhsil aldım. Rayonda da, hörmətsin də var, nefsin də var. Ayata, indi bacımın həyatı məhv etmək istəyirsən? Yox ata, bu olan deyil. Mehpare mütləq təhsil almalıdır, oxumalıdır. Axı siz niyə məni başa düşmürsünüz? Niyə? Həm də ki, Bakı boyda böyük bir şəhərdə oxuyan qıza mütləq nəzarət lazımdır. Birdən başına bir iş gəlsə, yaxşı, mən bu cəmaatın üzünə necə baxacam, hə? Necə çıxacam bu cəmaatın üzünə? Ortada qeyriyyət var, namus var. Siz bunu başa düşmürsünüz, ay müəllimə. Bunu siz dərk eləmirsiniz. Ay mürvətçi, neye göre böyle fikirlere düşmüşsünüz axı? Dünyanın her bir yerində oğlanlarımız, qızlarımız, evlatlarımız təhsil alır. Deyin də bu neye pisdir ki? Deyin də, mürvətçi, bir de senin kimi kişinin kızı en çok pis yola gidebilmez. Mehpare, ağıllı, ismetli bir baladır. Mehpare sen hareket edemez. Ben bunu eminəm. Aydındır. Ata, bəs mənə işğal eləmirsən? Kızım, başa düş. Her bir ata kimi, mən də sadəcə nə istəyirəm? Sənin xoşbəxtçiliyi istəyirəm, başa düşürsən? Mən istəyirəm ki, sən də xoşbəxt olasan. Bunu başa düşün də. Axı siz niyə bunu başa düşmürsün? Salam, Mürvət kişi. Bəli. Sizə rayon polis şöbəsindən məktub var. Var mı? Rayon polis şöbəsi. Bəli, bunu da götürün, bu da sizə. Zəhmət olmasa götürün. Mən hara, polis hara. Ay qız, yaxınlaş göreyim. Eynəklərimi də evdə qoymuşam, gəlsən xırdar şurayı. Bir oxu görün bunu. Nəyə görə məni çağırırlar, görürsən başqa? Siz saat 17-də profilaktik söhbət aparmaq məqsədi ilə polis şöbəsinə
növbəsinə dəvət olunursunuz? Bu buklet mənə tanışdır. Erkən nigahın məsuliyyəti yaxın qohumlar arasındakı nigahın faciələri barəsindədir. İndi başa düşdük ki, ay Mürvət kişi, biz başqa zamanəyə gəlib çıxmışıq. Bir də sənin kimi dar dünya görüşlü valideynlərə, insanlara artıq valideyn məsuliyyətini tam dərk etməlidir. Başa düşürsünüz? Kızım, görün ayağını. Alın bu üzüyü, qaytarın gəlsinə. Buyurun, qaytarın gəlsinə. Siz ne inirsiniz axı? Siz axı ne inirsiniz? Siz beni biabır demek istiyorsunuz kardeşim qabağında. Siz beni el cemaat arasında biabır demek istiyorsunuz. Ay Allah, ben haranın külün tökün başıma, haranın. Ay Mürvət kişi, birinci növbədə sən öz qızının taleyini düşün. Düşün ki, indiki zamanda savadı olmayan gənc, sabah həyatın sınaqları qarşısında çox acizdir. Başa düşürsün? Ben başa düşmürəm. Ay Mürvət kişi, siz yeni görmürsünüz ki, vətəninizdə necə möhtəşəm quruculuq işləri gedir? Düşmən cəngindən azad olmuş Qarabağımız yenidən yüksəlir, yenidən mücadil, yenidən gözəlləşir. Peki sən necə yüksəlir? Ölkəmizdə yüksək səviyyədə təhsili olan gənclərimizə bizim ihtiyacımız var. Bunu başa düşürsünüz. Mən daha sən nə deyim? Bağışlayın. Gedin inşallah. Gedeyim ben. Gedin. Ben gedim polis idaresine. Görün ne diyeyim. Siz de çalışın, evde olun. Sizinle gelip möhkem bir söylesim olacağım. İhbar et, sana diyeyim, evde olun. Ana, atam elə bil, 100 il bundan qabaqki dövrün insanı deyir. Cəmaatın oğlu, uşağı oxuyur, təhsil alır, iş qurur. Bizim də atamız deyir ki, oxumaq lazım deyil. Ana, bəs indi mən neyniyim axı? Darıxma qızım. Sən gələr, bir daha söhbət eləyik. Görək nə deyir. Akşi, polis sənə nə deyir? Ha, necə? Polis? Ha, polis deyir ki, kızı 18 yaşı tamam olmamış, onu ərə verə bilməzsiniz. Vermərik. Ne olur? Vermərik. Elə bu vəssalam? Yox. Həm dedik ki, sən kızı qardaşı da onunla verə bilməzsən. Çünkü buna kanun icazə vermir. Deyil icazə vermir, deməli icazə vermir. Olsun da nə deyirəm? Nə deyirəm ki? Bakı, bir şeyi başa düşürəm. Bundan da var, deyərlər ki, əmoğunla ən qızının kəbini bir bəlikdə kesilir. Bəsindi. Yaxşı, bəsindi nə oldu axı? Hə? Nə oldu? Nə oldu axı? Deyin də.
gözümdə. Rədd ol gözümün qabağından. Rədd ol gözümün qabağından. Buna bax sən, oxumaq istəyirəm. Məni qardaşımın qabağında biabır edin, heç nə demədin. Cəmaatın arasında biabır oldun, heç nə demədin. İndi də oxumaq istəyirsən. Mehbarə, sən bunu görməyəcəksən. Heç vaxt görməyəcəksən. Bu evin qeyrətin də, namusun da mən çəkilər. Mən, bildiniz, oxumaq istəyirəm, oxumaq istəyirəm. Atacan, Nə deyirsən sən? sən düz danışmırsan axı. Evin qeyrətini biz hamımız çəkirik, tək sən yox ki. Akşi, nə olar? Biraz sakitləş də, insafın olsun. Yola gəl də. Neçə kişilərin gül kimi qızları Bakıda, Gəncədə sumqayı toplayırlar. Məyər onların namusu qeyrəti yoxdur? Məyər sən bunu başa düşmürsən? Əşki, sən nə deyirsən, nə Sumqayı, nə Bakı? Bəs dilində? Ayşə, sən də yerimi bil. Saat ikimizin də payını verərəm. Bana bax sən, Bakı, Sumqayı, Gəncə, bəs durun. Dedim oxumayacaq, tarih getdi. Bunu mən deyirəm sizə, mən. Başı... Deyəsən səhərliğim. Yaxşı. Mən gedirəm öz otağıma bir istirahat edeyim. Burada çalışın, çox səs-küy salmayın. Mehbarə hanı? Hanı Mehbarə? Öz otağındadır. Mehbarə eşitirsən məni? Sən ana. Bilirəm sən məni eşitirsən. Bilirəm. Heyətdən kənara ayaqlarını qoysun. Sındırıram sana ayaqlarını. Eşitin məni? Oxumaq istəyirəm. Oxumaq istəyirəm. Ana, biz neyini? Oğlum, dayanma vaxtı deyil. Tez hazırlar, bacını dayım bir apar Bakıya. Dayımla danışmışam, o sizi orada gözləyir. Bu gidim hazırlaşır. Gördüyünüz kimi, Mürvət kişi nə qədər çalışsa da mane ola bilmədi. Mehbarəni gizlicə Bakıya apardılar. Dayısının ailəsi Mehbarəni səmimi qəbul etdi. Otaqlarından birini ona ayırdılar. Yüksək balla Tibb Universitetinə qəbul olan qız böyük həvəslə oxumağa başladı. İllər yer kimi ötdü və bir gün Kim var evde? Ana, hardasan? Buradayam kızım. Ana! Hoş geldin kızım. Ne yapıp geldin? Elimde üstünde. Ne yapıp geldin? Yapacağım ona. Aynen şimdi gelen. Bacım da oğlum. Oo Mehbarə, hoş gəlmişsən. Ay maşallah, nə dəyişmişsən? Oh, nə yaxşı sən gəldin. Deyirəm, nəhayət ki, bizim evdən həkim. Sevindiyimdən. Mən təbrik edə bilərsiniz. Universiteti kırmızı diplomla bitirdi. Ne yaptın kızım? Tebrik ediyorsun. Təbriklər. Ay salam Mehmetciğim, hoş geldiniz. Annenin Fehmi, benim güzel bana, gözün aydın olsun. Gözün aydın olsun, gözünüz aydın olsun. Alın, gözünüz aydın olsun. Çok sağ olun, tebrik ediler. Ben de şimdi böyle görüyorum. Ne sesin? Mehbarə, nə qədər oxumaq olar? Biz hamımız təhsilimizi bitirmişik. Hərəmiz ayrı yerdə işləyirik. Sən bilmirsən ki, sənin yolunu gözləyən var. Səni təbrik edirəm. Çok sağ olun ki, benim
gözəl günlərim olmayıb. Maşallah. Burada bir yerdə yanmış. Keçin evə çay qoymuşam, xörək də hazırlamışam. Keçin oturun, rahat söhbət edirlər. Siz de tanışırsınız. Çok sağ olun. Allah koysa başka vakit gelirim. Çok sağ olun güzel hanım. Yine de ben sizi tebrik ederim. Gözünüz aydın olsun. Sağ olun memnun oldum. Benim takdirlerim de şahitlerim. Tebrik ediyorum. İnşallah. Gideyim. Gideyim inşallah. Sağ olun. Bir gün mütləq gələrik. Yaxşı. Ana, bəs atam hardadır? Yəni, hələ də məni görmək istəmir. Yox, hayır, hayır. Ata səni çoxdan bağışlayır. Amma... Amma nə? Qızım, onsuz da biləcəksən, bu yerə özüm sənə deyib. Dünən sənin gəlməyi münasibəti ilə qurban kəsəndə kişinin ürəyi tutdu. İndi də xəstəxanadadır. Vəziyyəti heç yaxşı deyil. Necə? Xəstəxanada? Onda nə durmuşuq? Tez onlara gedək. Mən oraya getməliyəm. Xəstəxanaya tələsən Mehvarə və ailə üzvləri bilmirdilər ki, mürvət kişinin vəziyyəti çox ağırdır. Müayinə edən həkimin qoyduğu sərt diaqnoza görə aparılan müalicə nəticə verildi. Mehvarə bəlkə bir gündə gec gəlsəydi, atasını sağ görməyəcəkdi. Ne ses gücü sarmışsınız? Siz kimsiniz ha? Kim size icazə verib içəri girməyə? Hakimlər palatanı tərk edin. Mən onun qızıyam. Özüm də həkiməm. Xahiş edirəm xəstənin tibbi kartını, analiz nəticələrini və tənəsiz müalicəni ləngimədən göstərəsiniz. Siz kimsiniz ki, mənə göstəriş verirsiniz? Mən bu saat müalicəsini çağıracam ben. Hakimlər. Mən bunları təcrübə aparmağa gəlmişəm. Əgər bu dəqiqə mən deyənləri təqib etməsəm, atama bir şey olsa, siz mütləq cinayət məsuliyyətinə cəlb olunacaqsınız. Tez olun vaxt bitirməyin. Yaxşı. Ya yaman qızdır. Gətirirəm. Al, bu nəticələr. Bəyən siz burada daxili qanaxmanı görmürsünüz? Daxili qanaxma? Bir yolu gözdən qaçırıblar. Tez olun əməliyyat tutulmalıdır. Kızım, bizim həkim digər xəstəxanada əməliyyatdadır. 2 saatdan sonra gəlmişlər. Siz nə danışırsınız? 2 saat gözləmək olar. Özüm əməliyyat edərəm. Mənə asistlik edərsiniz. Siz? Bəli, mən. Tez olun. Keçmək olmaz. Gedək, tez. Salam aleyküm. Ne olur, ne baş verir? Hürmetli necədir, eşitdim xəstələri. Şahvay olsun. Allah səndən razı olsun. Hürmət dayına vəziyyəti yaxşı. Mehbaran yaxşı. Mehvarə əməliyyat məlumatdadır. Əməliyyat özü. Özü, mehbarə? Bəli.
Narahat olmayın, ürəyinizi sıxmayın. Mürvət qarda yaxşılaşar. Allah böyüdür. Çəkən əməliyyat uğurla sona yetdi. Mürvət kişinin həyatı xilas oldu. Özü də necə? Bir vaxtlar oxumağa qoymaq istəmədiyi qızı Mehbarənin əli ilə. Bir neçə gündən sonra həkimlər Mürvət kişini evə yola salırdı. Hə, Mürvət kişi. İnan sənə qüblə edirəm mən. Bu qədər savadlı, bədəni, gözəl qızım var. Əgər o vaxtında gəlməsəydi, heç bilmirəm necə olacaqdı. Cərrah Mehbarə xanım səni ölümdən, bizi isə böyük xəcalətdən utandı. Dayan. Mənim qızım Mehbarə. Hə, Mürvət kişi, sənin qızın Mehbarə. Sən əsil fəxr edə bilərsən. Qızın Mehbarənin əlləri əsil, zərgər əlləridir. Aç kişi, onun cərrahlığı adi deyil, Allah vergisidir. O hələ bundan sonra minlərlə insanlara həyat bəxş edəcək. Minlərlə ailələrin işığını sönməyə qoymayacaq. Bundan da böyük xoşbəxtlik. Mürvət kişi. Yaxşı, gəl biraz da yola salım səni. Yox, sən geç, sağ ol. Geç sən. Get indi, bizimkilər də harada olsa gəlib çıxarlar. Get, çox sağ ol. Yaxşı, olsun. Biraz havamı değişim. Olsun, özündən müqayir. Biraz havamı değişim. İlahi, gör məni necə sınağa çəkdin. Az qala öz əllərimlə öz doğma balamın taleyini məhv edeyim. Gör mən nə qədər dünyaya gözü bağlı, kör olmuşam ki. Ailəmə, övladlarıma bu qədər əzab, əziyyət vermişəm. Qızımı var dövlət sahibinə ələ vermək arzusu məni rahat bırakmırdı. Məyər əsl xoşbəxtlik var dövlətdədir. Hansı var dövlət insan həyatından üstün ola bilər axı.
etmişəm və xəcalət çəkirəm. Mən qızım Mehbarəni oxumağa qoymurdum. Deyirdim, qoy gözümün qabağında olsun, qız uşaqdır. Olsa arzularından dönmədi. Öz arzusunun dalınca getdi. Böyük bir məktəb bitirdi. Və bugün də bir həkim kimi Allah'ın verdiği gün gəlib məni həyata qaytardı. O biraz da geciksəydi, şübhəsiz öləcəkdi. Məyər bu Allah'ın möcüzəsi deyil. Məyər bu Allah'ın lütfu değil mi? Hem de bu mənim üçün də. Mənim kimi dar düşüncəli adamlar üçün də böyük bir dərsdir. Maşallah, maşallah. Ne yaxşı ayağa durdun? Yaxşı görsən. Özümə gəlmişəm. Vallahi yaxşı. Yaxşı. Heç gözümə Mehbarə deymədi. Mehbarə benim sizə gəlməyir. Mehbarə? Buradadır. Buradayım ata. Kızım. Ha. Kızım. Mehbarə! Sağ ol. Mən vaxt var idi sənə oxumağa qoymuşum. Ancaq sən isə məni həyata qaytardın qızım, həyata qaytardın. Gedək. Benim için yaman qarmışam. Gedək. Bu hadisədən az sonra Mehbarə rayon xəstəxanalarının birində cərrah vəzifəsinə qəbul edildi. Bir il sonra Elçinlə toyları oldu və onlar xoşbəxt ailə həyatı qurdular. Lakin, hörmətli tamaşaçılar, bu cür əhvalatlar çox təəssüf ki, heç də həmişə belə xoş sonluqla bitmir. Çox təəssüf ki, hələ də gənc oğlan və qızlarımızın talihi cürbəcür səbəblərdən sınır və məhv olur. Cəmiyyətimizdə indi də baş verən erkən nikahlar, ailədə qız və oğlan arasında qoyulan fərq, işə qəbul zamanı qadın və kişi arasındakı ayrı seçkilik dünyanın bütün ölkələrində var və gender bərabərsizliyi kimi tanınır. Ölkəmizdə son vaxtlarda bu istiqamətdə qəbul olunan müvafiq qanunlar, dövlət səviyyəsində görülən işlər hamımızı ümidləndirir və gələcəyə sevinclə baxmağa imkan verir. Əziz Xaçmaz Xalq Teatrının aktyorları və kollektivi, sizi teatrınızın 10 illik jubileyi münasibəti ilə ürəkdən təbrik edirik. Bu 10 il ərzində siz səhnədə yaratdığınız unudulmaz tamaşalar, tamaşaçılara bəxş etdiyiniz duyğular və sənətə olan sevginizlə böyük bir yol keçirsiniz. Xaçmaz Xalq Teatrı təkcə bir səhnə deyil, bölgənin mədəni həyatının ayrılmaz bir hissəsidir. Sizə yeni yaradıcılıq uğurları, ilham dolu illər və dolu tamaşa salonları arz edirik. Qoy teatrımızın səhnəsi daim parlaq, aktyorlarımızın sənəti isə əbədi olsun. Jubileyiniz mübarək olsun.
mən bütün tədbir iştirakçılarını salamlayıram. Eyni zamanda Xatmaz Xalq Teatrının peşəkar kollektivinə uğurlar arzulayıram. Yubileyiniz mübarək olsun deyirəm. İnşallah arzumuz budur ki, həm sizlər də daxil olmaqla eyni zamanda bütün iştirakçılarımıza sizin yubileylərinizdə iştirak etməsini arzulayıram. Sözsüz ki, şəxsən mən, indi yəqin ki, tamaşaçılarımız da bu sahə sizin göstərdiyiniz bu tamaşadan zövq aldılar. Mən hər birinizə təşəkkür edirəm və sözsüz ki, bu bizim mədəniyyətimizin nə qədər inkişaf etməsi, ümumilikdə cəmiyyətimizin inkişaf etməsi demək. Və sizə yenə öz təşəkkürümü bildirirəm ki, ilk öncə bizim ulu öndərimizin mədəniyyət sahəmizə necə qiymət verilməsini biz qısa da olsa müəyyən videorolik vasitəsindən izlədik. Yəni bu mədəniyyətə məhz ulu öndərimiz tək ön səhnədə görünən hissəsi yox, eyni zamanda pərdə arxasında hansı əzab əziyyətlər çəkdiyinin necə olması barədə ulu öndərimiz öz fikirlərini bildirdi və bugünkü gündə möhtərəm cənab prezidentimiz, hörmətli birinci vitse-prezidentimiz, eyni zamanda ailə üzvlərinin mədəniyyət sahəsinə necə diqqət qayğı göstərməsi, bunun hər biri bizim göz önümüzdə və sözsüz ki, bugünkü gün Mədəniyyət Nazirliyinin istər tarixi abidələrimizin bərpasında, eyni zamanda mədəniyyət sahəsinin bütün sahələrdə necə diqqət qayğı göstərməsinin biz şahidik. Və sözsüz ki, mən bir neçə tamaşalarda iştirak etmişəm və bu cür maarifləndirici tamaşalar istər-istəməz həm bizim kəndlərimiz arasında maariflənməsi üçün mühüm əhəmiyyət kəsb. Və sözsüz bugünkü gün mən sonuncu tamaşa səhv etmirəmsə, narkomaniya ilə bağlı olan tamaşaydı və bugün erkən nikahla bağlı olan tamaşaya biz baxdıq və təəssüflər olsun ki, günümüzün reallığıdır və baxmayaraq ki, dövr inkişaf etdikcə, zaman inkişaf etdikcə təəssüflər olsun ki, bu cür hallara da, negativ hallara da cəmiyyətdə rast gəlmək olur və müəyyən valideynlər övladların erkən nikahına məcbur edirlər və sözsüz ki, bu da gələcəkdə böyük fəsadlara yol vermiş olur. Və demək olar ki, sizin bütün tamaşanız, tamaşaya baxdıqsa mən zövq aldım, inanıram ki, hər kəs bu zövq aldı, çünki sizlər o qədər öz işinizi layiqincə yerinə yetirdiniz ki, zövq almamaq mümkün deyil. Hər birinizə uğurlar arzulayıram. Mən bilirəm ki, Xatmaz Xalq Teatrının aktyorları, aktrisaları bizim Respublikamızın ən mükəmməl aktyor və aktrisaları sırasında. Bizim Mürbət kişiyə də söz ola bilməz, amma tamaşa başlayanda Mürbət kişidən gözüm su içmirdi. Axırda da ürəkdən əməliyyat oldu, boğazını bağladı. Düzdür, mənim ümumi kollektivə fəxri fərmanım, təşəkkürnamə sərəncam imzalamışam və eyni zamanda sizə əlavə qərara gəldik, bizə pul mükafatı verək ki, sizin yubiley hədiyyəmiz olsun. Müəllim, təbrik edirəm. Təbrik edirəm. Sağ olun, sağ olun. Mən təşəkkür edirəm. Müsaade versəniz, bir də sizlərin yanında bir şəkildə çək. Bir daha təbriklər. Çox sağ olun. Bayramınız mübarək, uğurlar. Bütün hər kəsə uğurlar. Çox sağ olun. Sağ olun. Sağ olun. Bayramınız mübarək. Sağ olun. Bayramınız mübarək. Teşekkür ederim. Sizin adınız Məhmanət xanım, yoxsa Matan xanım? Mehhaneti ama çok da İki, bayramınız